İmam Zaman ağanın əsas məqsədi, sözümü yekunlaşdırıram yavaş-yavaş. İmam Zaman ağanın əsas məqsədi zülmü aradan aparmaqdan da çox deyərdim ki, dinin təhrif olunmasının qarşısını bir dəfəlik almaq olacaq. Əsas məqsədi bu olacaq. Necə İmam Hüseyin əleyhissalamın əsas məqsədlərindən biri zülmlə mübarizə idi. Bunu danmaq olmaz. Zülmlə. Amma əsas məqsədi nə idi İmam Hüseynin? Zülmlə mübarizə deyildi. İmam Hüseyin əleyhissalam təhrifə qarşı çıxdı. Dini təhrifdən qorudu. Çünki zülm başqa imamların vaxtında da var idi. Elədir. Başqa imamların dövründə də xəlifələr zalim idi. İmam Hüseyin dinin təhrif olunmasının qarşısını aldı. İmam Hüseyin əleyhissalam həmişəlik həqiqi dini saxta dinlərdən ayırdı. Bir meyyar verdi bizə. İmam Hüseyin Yezidin zülmünü aradan apardı. Yox. Apardı. Yox. İmam Hüseyindən sonra, Yeziddən sonra ondan da alçaq xəlifələr gəldi. İmam Hüseyin əleyhissalamdan sonra cemaat dindar oldu. Xeyr. Cemaatın azğınlığı daha da artdı. Fəsad azaldı, yox, Mədinə fəsad mərkəzinə çevrildi. Mədinədə ən məşhur adamlar müğənnilər idi. Peyğəmbər şəhərində. İmam Hüseyin əleyhissalamdan sonra Allah övliyalarının hörməti çoxaldı. Xeyr, İmam Səccada gülürdülər hədis deyəndə. İmam Səccad danışmaq imkanı yox idi. Bəs qazancı nə oldu? Qazancı nə oldu? Neynədi? Nəyi eləyə bildi? Əsas işi nə oldu? Əsas işini mən keçmişdə demişəm, çox üzərində dayanmayacağam. Əsas işi bu oldu ki, İmam Hüseyin əleyhissalam dinin kökünü təhriflərdən qorudu. Dinin kökünü təhriflərdən qorudu. Yezidə qədər xəlifələrin hər biri dinin hər bir hökmünü istədiyi kimi dəyişirdi. Biri deyirdi, mənim xoşuma gəlir ki, həyyə ələ xeyril əməl azandan çıxardaq. Deyirdilər başda, sənin sözün Allah sözü. Xəlifənin sözü dini söz olurdu. Azanın mətni dəyişirdi. Biri deyirdi, mənim keyfim belə istəyir ki, müstəhəb namazı cemaatla qılaq. Xəlifənin sözü dini hökm belə deyək, rəngi alırdı, dini hökm imici qazanırdı. Xəlifənin sözü dini hökmə bərabər idi. Muaviyyəyə qədər bu davam elədi. Muaviyyə deyirdi, çərşənbə günü cümə namazı qılıram. Demirdilər ki, sən xəlifəsən, get xəlifəliyi elə. Deyirdilər, Allahın hökmü dəyişdi. İmam Hüseyin əleyhissalamın Yezidə qarşı mübarizəsi sırf zülmə qarşı mübarizə idisə, İmam Hüseyin yolda gördü ki, heç bunu mübarizə aparmağa qoymadılar. Cemaat gəldi, töküldü qabağına, qarşısını aldı. İmam Hüseyin deyər ki, alınmadı. Yox. İmam Hüseyin əleyhissalam axıracan getdi ki, Yezid kimisinin belə deyək, abrını aparsın, rüsva eləsin və ondan sonra artıq heç bir xəlifə cürət eləmədi, dini mətnləri dəyişsin. Artıq siyasi hakimiyyət dini hakimiyyətdən ayrıldı İmam Hüseyindən sonra. Bax, İmam Hüseyinin əsas strateji işi bu oldu. İmam Hüseyindən sonra dini hakimiyyət siyasi hakimiyyətdən ayrıldı. Day xəlifə Allah dinində istədiyini eləyənmədi. Siyasətində zülmünü elədi. Cemaatın başını kəsdi, tutdu, astı, kəsdi, onu elədi. Amma əsas xeyri bu oldu ki, artıq dinin içində hökmləri dəyişmək səlahiyyətindən məhrum oldu. İmam Hüseyin elə rüsva elədi ki, Muaviyyəni də bu səlahiyyətdən məhrum elədi ölümündən sonra. Ona görə 4 dənə Raşidi xəlifəsi deyirlər. Niyə 5-6 demirlər? Qalsaydı Yezid şərab içməyə də caiz biləcəkdi, Quranı da dəyişəcəkdi. Artıq əsas təhrif olunmağa başlayırdı. Əsası, dinin əsası təhrif olunmağa başlayırdı. Ona görə deyir, İnnəmə xərəctu li-tələbil islah fi ümməti cəddi. Bu islah zülmlə mübarizədən də önəmlidir. Zülmlə mübarizə bu islahın müqəddiməsidir. Mən cəddim Peyğəmbərin ümmətinin islahı üçün mübarizəyə qalxdım. Sözümü yekunlaşdırıram. Mübarək Ramazan ayında bir aydır, bir ay yox 10 gündür danışırıq. İnşallah ayın sonunacan bu mövzuda danışacaq və bugün də xüsusi vurğulayıram. Çalışaq, mənim səlahiyyətim yoxdur deyəm, siz eləyin, amma özümə deyirəm, çalışaq ki, bu yırtıcı nəfsimizə qələbə çalaq, onu ram eləyək, onu əzməsək, əgər gəlir o həddə çatır ki, dini təhrif eləyir, İmam Hüseyni qətlə yetirir. Bax, bunun hamısının həvai nəfs elədi. İmam Hüseynin qanına bais
mühafizəsi olan, körpə 6 aylıq uşağı qətlə yetirən həmin o cilovlanmayan həvai nəfsidir ki, o bizim içimizdə də var. O bizim daxilimizdə də var. Allah eləməsin, hər birimizin içində bir şimr yatır. O şimri gərək əzəsən ki, ağıl çiçəklənsin, mənəviyyat çiçəklənsin və məndən insanlığa, dinə, bəşəriyyətə zərbə dəyməsin. Allah bu ayda bizi islah olunanlardan qərar versin inşallah.